Son günlər İsmayıllının Kürdmaşı kəndində malqara arasında naməlum xəstəlik yayıldığı iddia olunur. Kənd sakinləri heyvanların eyni simptomlarla tələf olduğunu deyir. Özünü dəli kimi aparırdı, nəsə başını ora-bura çırpırdı, yaxınlaşmaq olmurdu. Sonra zəng elədik, həkimə gəldilər, baxdılar, dedilər ki, bəs quduzlaşmanın əlamətidir, bunu 2 gün saxlayın qıraqda, bu müalicəsi yoxdur da deyir. Biz də saxladıq, ondan 3 gün keçdi, yine öldü, biz də qazıq basırdıq. Təsərrüfat sahibləri deyir, xəstəlik ilk günlərdə özünü iştahsızlıq və halsızlıqla biruzə verib. Qısa müddət ərzində vəziyyət daha da ağırlaşıb. Gördük ki, yine yemir, içmir. Ondan sudan, məsələn, su içmir. Ondan həkim çağırdım, getdi, iğnə vurdu. Sonra rayondan təzədən həkim gətirdik. Onlar iğnə vurmadılar, ancaq qabaqdan özüm vurdurmuşdum. Ondan sonra adamı vurmaq istəyirdi, belə. Ağzından su axırdı, belə də fəsadları var idi. 5'e yaxın mal tələf olub. Yəni biz də narahatıq ki, bu malqaranın nədən beləsinə xəstələnib, nədir dərdi, biz bilinmir ki, nədir də, yəni dəqiq bilə bilmirik. Həkim də gəlib deyir ki, aclıqdan belə olub, amma biz bunu ciddi bir xəstəlik kimi başa düşürük. Sakinlər deyir, heyvanları fərdi qaydada müalicə etsələr də ölüm halının qarşısını ala bilməyiblər. Odur ki, kənddə baytarlıq xidmətlərinin gücləndirilməsi, xəstəliyin mənbəyinin və yayılma yollarının araşdırılması üçün mütəxəssislərin cəlb olunması vacibdir. Gəlib mənim şəxsi iri buynuzlu malqarama baxdıqdan, ona dərmanlar etdikdən sonra, bir gün sonra analiz götürüldü, göndərildi. Hələ də onun cavabını biz bilməmişik ki, nədir bu? Xəstəliyin səbəbi nədir? Vəziyyət Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi və İsmayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsi tərəfindən nəzarətə götürülüb. İnspeksiya zamanı iri buynuzlu heyvanlarda quduzluq xəstəliyinə xas olan klinik nişanələr aşkar edilmədi. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvanlardan nümunə götürülərək aidiyyəti üzrə mərkəzi laboratoriyaya göndərilmişdi. Yaxın zamanlarda laboratoriya cavabları bəlli olacaqdır. Laboratoriya nəticələri yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, kənddəki bəzi tövlələr və heyvanların yataq yerlərində dezinfeksiya işləri aparılıb.